Yaxşı. Oldu. Sən balığın ruhu çəkmə. Yaxşı. Çəkmə. Sosial şəbəkələrdə Füzuli rayonunda qadının kişiyə qarşı təhqir edici hərəkətlərini əks etdirən görüntülər yayılıb. Videodakı şəxs Vətən müharibəsi şəhidi Vüqar Zamanovun anası Lətifə Zamanovadır. Belə ki, qadın oğlunun xatirə lövhəsinə hörmətsizlik etdiyi deyilən kişiyə qarşı alçaldıcı rəftar göstərib. O, həmin kişini diz çöktürərək üzr istətdirib, həmçinin təhqiramiz ifadələrlə ləyaqətini alçaldıb. Qarşı tərəf isə qadına yalvararaq onu bağışlamasını deyib. Sözü gedən şəxsin şəhidin lövhəsinə qarşı daha əvvəl hansı əməli törətdiyi açıqlanmayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, hadisə barədə məlumatlıdırlar. Tərəflər arasında olan mübahisə Füzuli rayon polis şöbəsində araşdırılır. Mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcək. Qeyd edək ki, 1995-ci il təvəllüdlü Vüqar Zamanov 5 noyabr 2020-ci ildə Daşaltı uğrundakı döyüşdə şəhid olub, ölümündən sonra müxtəlif medallarla təltif edilib. Çəkilik eləməyin. Eləməyin.